Bax orada deməli 8-ci sinifin fizikasıdır. 1-5 ağırlıq qüvvəsi və çəki. Bax burada şəkil göstərir. Birinci topu görürsüz, mərmi gəldikcə aşağı düşübdür. İkincidə də bizə şəkil göstəribdir. Uşaqlardır, sonra orada pingvindir, bir də təyyarədir. O şəkil bizə nə demək istəyir? Aşağıda da alma şəkli var. Bu hə? Yer tərəfindən cəzb olunması. Cisimlərin yer tərəfindən cəzb olunmasıdır. Hə? Cisimləri yer tərəfə çəkilməsi. Cəzb olur, cəzb, uşaqlar cəzb edir. Bax, mən sizə bu şəkil, biz neçənci sinifdə? 6-cı sinifdə. Uşaqlar, 6-cı sinifdə bu dərsi keçmişsiniz, belə bir şəkil var, bax, fikir verirsiniz. Mən oxuyacağım. Bax, burada nə var uşaqlar, nə yazılıb buna? Alınan budaqdan qopduğundan sonra hansı istidir? Ağırlıq qüvvəsi. Başqa söhbətlər deyil. Burada 3 dənə şəkil var. Alma düşübdür yerə. Bu görə bu şəkli böyüdəcəm. Bu şəkli mən özüm baxım görüm. Burada alma yerə düşübdür. Yağış yerə düşür, top aşağı düşür. Burada da belə bir şəkil var uşaqlar. Fikir verirsiniz. Bu şəkli görürsünüz. Bəli. Uşaqlar, niyə gəminin xətti uzundur mərkəzə doğru? Filinki, evinki daha uzun ki, uşaqlarınki balacadır, adamlarınki balacadır. Hə? Bax, bu şəkildə də var. Təyyarəyə baxırsınız, uşaqlar. Bəli. Təyyarədən gələn qırmızı xətt balacadır, amma uşaqlardan gələn qırmızı xətt də balacadır. O pingvindən gələn balacadır. Amma təyyarədən gələn ən uzun xəttdir. Niyə? Kütləsi böyükdür deyə. Bəli, bəli, kütlə böyükdür. Çünki yaxşı ağırlıq qüvvəsi nətər idi? Altın sizdə. Burada ağırlıq qüvvəsi necə hesablanır? F bərabərdir. MG. Bəli. Deməli, burada nə deməkdir uşaqlar? Bax, biz buna dedik ki, biz sizə bayaq nə dedik? Biz dedik ki, belə bir misal çəkilir. Biz dedik ki, A bərabərdir F bölünsün F. Elə deyil mi? Həzdir. Biz dedik ki, M nə qədər böyüyəndə böyüyükdə artırsa. A kilit. Elə deyil mi uşaqlar? Hə? Görürsünüz bunu? F böyüyəndə A böyüyür. Yəni bir cismi nə qədər çox qüvvə ilə vursaq, o qədər təcili çoxalıb çox sürətlə gedəcəkdir. Bir cismin çəkisini nə qədər böyütsək, ona verilən təcil də o qədər azalacaqdır. Bu dediyimizi düsturla əvəz eləmiş. Amma burada nə yazdıq? Burada bərabərdir F bərabərdir Z. Z burada nədir? Ağırlıq özü. M ağırlıqdır. Sərbəst düşmə təcilidir uşaqlar. Məsəl üçün, mən sizə indi bu dərsi 6-cı sinifdəki dərsi izah verəcəm 6-cı sinifdəki. Sonra gedəcək bura. Burada nə demək mənim üçün əhəmiyyətli yoxdur. Ona görə ki, siz bu dərsi bilməlisiniz. İndi mən oxuduqda sizə 6-cı sinifin təbiətini sizə izah verəcəm. Deyir ki, cisimlərin yerə düşməsinə səbəb onların yer tərəfindən cəzb olunmasıdır. Başa düşdünüz mü uşaqlar? Yəni o yer onu cəzb eləməsə o çıxıb gedər. Başa düşdünüz? Buna adına nə dedik? Cazibə qüvvəsi. Bax, diqqətdən fikir verin. Burada bir söz işlər. Bunu da YouTube'a qoyacağım dərsi YouTube'da olur. Özünüz oturub onu baxacaqsınız. Çünki heç burada yadımdan çıxdı, burada çəkmədim. Həmişə burada qoyuram dərsləri. Yəqin bu dəfə buradan gedək bir nə göstərir. Deməli uşaqlar, burada dedik nə? Bax, bunun üstündə yerdir. Bunun üstə bir cisimdir. Bunu cəzb. Buna dedik ki, cazibə qüvvəsi. Başa düşün uşaqlar. Bu evdə dedik cazibə qüvvəsi. İndi görün burada nədir? İncə bir nüanslar var. Burada bizə deyir ki, təkcə yer deyil. Məsələn, Günəş sistemindəki o planetlər, başqa planetlər, onların hamısının üstündə nə varsa, onlar üzərindəki cismi cəzb eləyirlər. Məsələn, bizim burada bir yuxarıdan aşağı bir dənə
hər hansı bir cismi turlasaq, yer onu cəzb eləyəcək. Amma aparıb o cismi ayda turlasaq, ay da onu öz üzərində cəzb eləyəcək. Marsa turlasaq, Mars da üzərində cəzb eləyəcək. Başa düşdünüzmü uşaqlar? Deyir ki, təkcə yer deyil, ay, Mars, Günəş kimi digər göy cisimləri də başqa cisimlərə cazibə qüvvəsi ilə təsir edir. Məsələn, ayda olan astronomun əlindən buraxdığı almay ay tərəfindən cəzb olunacaqdır. Bax, uşaqlar, burada cazibə qüvvəsindən danışır. Fikir verirsinizmi? O cisimlərin, bu göy cisimlərinin üstündəki hansı başqa hər hansı bir nə varsa, kiçik cisimlər, onun özünə cəzb eləyəcək. Tək bu yer deyil ki, hər yer eləyəcək. Mars eləyir, ondan sonra ay eləyir, Yupiter hamısı eləyir. Deyir ki, cismin yer və digər planetlər tərəfindən cisimlərə yer və digər planetlər tərəfindən təsir edən cazibə qüvvəsinə ağırlıq qüvvəsi dedi. Deməli, uşaqlar, bu cazibə qüvvəsinin adına nə deyil? Ağırlıq qüvvəsi. Başa düşdünüzmü? Buna deyirlər ağırlıq qüvvəsi. Və bu 6-cı sinifin kitabıdır. Burada nə yazılır? F bərabərdir mc. F bərabərdir mc. E bərabərdir mc. Bizim indi keçdiyimiz dərs. İndi görək burada bizə nə deyir? Burada F ağırlıq qüvvəsidir. F ağırlıq qüvvəsi. Uşaqlar, biz nə dedim mən sizə, nə dedim uşaqlar? Tarazlayıcı qüvvədə suyun üzərində duran gəmiyə təsir edən bir Arximed qüvvəsi yuxarı itəlir, bir də ağırlıq qüvvəsi onu suyun dibinə çəkir. Bax, bu həmən ağırlıq qüvvəsi. Hər yerdə özünü göstərir. Yer üstündə nə varsa hamısı üçün özünü göstərir. Yoxsa hər şey uçub gedər. Bayaq dedim. Burada F ağırlıq qüvvəsi, M cismin kütləsi, J sərbəst düşmə təcilidir. Uşaqlar, sərbəst düşmə təcili nədir? Bilirsiniz nədir? Bax uşaqlar, qulaq asın. Sərbəst düşmə təcili budur, bax. Görürsən, hasıl tez düşdü. Bərək. Qərəm. Bərək geç düşür. Bərək girir. Bax, bu ayda belə düşmür ki. Məsələn, bizdə belə düşdü. Ayda belə düşür. Bax, elə təsəvvür edək ki, ayda belə düşür, bax. Başa düşdünüz? Burada ayda belə düşür. Məsələn, Marsda biraz bundan ağır düşür. Yerdə daha çox düşür. Yəni ki, yer onlara nisbətən daha çox cəzb eləyir. Ona görə də buradakı bu J ki var, bu düsturda. F bərabərdir mc. F bərabərdir. F bərabərdir mc. Bax, bu J yer üçün bir başqadır. J yer üçün. Məsələn, Mars üçün bir başqadır. Ay üçün bir başqadır. Yerdə 10 Newton bölünmüş, neçədir burada? Təqribən bu 9,8-dir. Burada 10 yazılır. 10 Newton bölünmüş kiloqram. Məsələn, Marsda 4'dür. 4 Newton bölünmüş kiloqramdır. Amma ayda da 1,4'dür. 1,4'dür, 1,6'dır. 1,6 Newton bölünmüş kiloqram. Uşaqlar, burada 10 Newton bölünmüş mü kiloqram çoxdur? 4 Newton bölünmüş mü kiloqram çoxdur, yoxsa 1,6 mı? 10. Deməli, ən güclüsü yerdədir. Yer bulanın üstündən daha çox cəzb edir. Başa düşdünüz? Bəli. Biz indi ona görə də, biz gələk bunu hesab görək. Bax, bu bizim 6-cı sinifdəki dərsimizdir. Bunu Ömər... Nədir Ömər? Dərs var yoxsa? Var. Bəli, dərs var. Şeyin telefonla nəsə oldu yəqin. Bax, bu internetin də bu xüsusiyyətləri var. Bax, əzizlər. İndi biz gələk keçək bunu haraya keçirik? Biz gəlib bunu keçirik. 6-cı sinifdəki məlumatımızla çox da dərinə getmirəm. Burada məsəl üçün kosmonavtı hesablayır, fərqli qiymətlər alır. Burada bax belə bir cavab var. Burada göstərir ki, məsəl üçün. Burada belə bir şəkil var. Burada görürsünüz. Məsələn, bu yerin üstündədir kosmonavt, bu da ayın üstündədir. Burada F bərabərdir mc hesablayanda, başa düşürsünüz uşaqlar. Burada F bərabərdir mc. Ömər, aç gəl ekranı bağlandı. Bizdə burada F bərabərdir
EMC hesaplayanda. İndi Raya kızım de görüm. Tutaq ki bizdə bu bir 100 kiloqramlıq çəkidir adam. Bu adam Aha. et üçün nə qədərdir? Et yer üçün nə qədərdir? Məsəl üçün. Mənim E bərabərdir. Şey Abası uşaqlar yox idi. var Yoxdur. gələcək. Biri Tural gələcək, o birisi mən şahmata gedib. Onunla söhbət edəcəm. Belə almaşıqlıq dərsi alınmır. Mən demək almaşıq dərsi keçmirəm. Y də bərabərdir. 10 Newton bölünsün J olacaq. Qulaq yox. Hacı. Bu 100'dür vurulsun. 100 kilogram vurulsun. O Newton bölünmüş kilogram. Elə deyil. Bəli. Burada qulaq getdi. Burada qaldı 1000. Min. Deməli F bərabərdir. Nə qədər olur yerdə F'in Min. qiyməti? 1000. Ay sağ ol. Məsələn buna oldu 4. Buna oldu 4. Mars üçün. Marsda olacaq F. Mars bərabər 400. Məsələn burada nə var özgə? Məsələn ay var. Ayda olacaq 1,6. Elə deyilmi? Ayda Hə. olacaq. İnternetim gitti geldi. Tamam canım, problem değil. Bunda 1,6'yı vururuz 100'e, o deyil başka bir qiymət. Yəni ki, bunlar uşaqlar, bax görürsünüz, burada ağırlıq qüvvəsinə təsir edən nədir? Eyni kütləli cisimlər fərqli göy cisimlərində. Onların qiymətini dəyişdirən nədir? J'nin qiyməti. Ömer, sənin ekranın niyə açıqdır? J'nin qiyməti təsir edir. Bu bizim 6-cı sinifdəki dərsimizdir. Bunu əgər indi buradan qulaq asacaqsınız, vaxt məhduddur. YouTube'dan dərsi oturub qulaq asarsınız. Bu dediklərimə. İndi gəlin keçək görək buradan bizə nə dedi. Bunlar sənin yadındadır mı Raya? Bəli, mən. Ay sağ ol. Nədir qadam? Belə keçdikcə yadıma düşür mənim. Əlbəttə ki, bütün dərslərdə təkrarladıq da yadda düşür. Təkrarladıq. İndi burada bizə nə danışır? Deyir ki, burada bizə görə dərsimizə girək nə danışır? Raya oxu görüm o abzası, birinci abzası. Səhifə 23 deyirsiniz mənə. Bəli qadam, oxu onu. Müəyyən yüksəklikdə Mənim sən sinifdə. Bu 8-ci sinifin dərsidir. Dana şeydir. Newton'un ikinci qanundan sonraki dərs. Ha, mən 7-ci sinif. müəyyən yüksəklikdən üfüqi istiqamətdə atılan top mərmisi əyri xətt üzrə hərəkət edərək yerə düşür. İndi bunu izah elə cümləni. O mərmi hansı istiqamətdə gedirdi? Mərmi əyri xətt üzərində. Yox. Cümləni oxu düzgün izah. Üfüqi Aşağı istiqamət. doğru. Üfüqü budur uşaqlar. Şaqülü budur üfüqü. Top gülləsi belə gedir. Belə atmağına baxmayaraq nə hadisə baş verir? Ağırlık qıvısı qarşılaşmıyor. Bəli. Uşaqlar. Bax. Bax bu demək. Bu topdur. Bax ki bu topdur da. Bunun ayaqları var. Bu da topdur. Bu da bunun bu da elmatdır. Orada mən V yazdım. O vektörlər kemiyyətdir. Uşaqlar, başqa heç nədən danışmır. Top gülləsini belə atırsan. Tutaq ki, döyüşürsən də, sən heç görürsən ki, iki tərəf döyüşəndə top gülləsi göydə qalar. Bir müddət gedir, axırda gedir yerə düşür. Düz deyil? Bəli. Babu getdi, axırda yerə düşdü. Bu cümlə bunu izah edir. Uşaqlar, əzizlərim, canım gözüm, oxuduğunuzu başa düşün. Və təsəvvür yaradın beyninizdə. Bu cümlə bunu deyir. Ona görə də o şəkil onu izah verir. Sonra keç. Bu zaman onun sürəti də artır, çünki mərmiyə yer tərəfindən cazibə qüvvəsi təsir edir. Deyir ki, bu zaman onun sürəti də artır. Çünki mərmiyə yer tərəfindən cazibə qüvvəsi təsir edir. Sonra Yerin cazibə qüvvəsi mövcud olmasaydı, Newtonun birinci qanununa görə mərmi düz xətt üzrə hərəkət edərdi. ay sən, nə deməkdir bu? Yəni bir cismə başqa bir cisim təsir eləmədikcə, o sükunətdədirsə, sükunətli olacaq, bərabər sürətli düz xətt hərəkətdədirsə, bərabər o yer onu özünə çəkdi. Ona görə də o gedirdi, gedə bilmədi. Bəli. Başa düşdünüz? Yer cəzb elədiyinə görə artıq o yerə düşdü. Yəni bərabər sürətli düz xəttli hərəkətini eləyə bilmədi. Sonra Cazibə qüvvəsi yerdəki bütün cisimlərə təsir edir. bəli, yerin üstünə varsa hamısını özünə çəkir. Sonra Qüvvənin istiqaməti yerin mərkəzinə doğrudur. bəli, bax gördünüz uşaqlar, bəlkə mən sizə sual verdim o şəkil 2-ni.
Ha, görürsən mərkəzdə bir nöqtə var. O nöqtədə hamısı görürsən ona doğru çəkir. Sonra Cisim yalnız cazibə qüvvəsinin təsiri ilə yerə doğru hərəkət edirsə, belə hərəkətə sərbəst düşmə deyilir. yalnız və yalnız yerin təsiri ilə hərəkət edirsə buna deyilir sərbəst düşmə təcili. Yəni o yavaş-yavaş yerə doğru hərəkət edir. Və Təcrübələrdən olunmuşdur ki, yerin səthinin yaxınlığında bütün cisimlər bərabər təcillə düşür. deməli təcrübələr aparıblar. Təcrübələrdən də sonra baxıb görüblər ki, yerin səthinə yaxınlığında bütün cisimlər bərabər təcillə düşür. Yəni orada sürət eyni cür artır. Sonra Sərbəst düşən cismin təcili sərbəst düşmə təcili adlanır. yəni sərbəst məsələ bunu turluyursansa bax bunu. Bunun mən heç dalından belə vurmadım ki. Nə edirəm uşaqlar? Dalına vurmadım ki. Öz başından düşür də yavaş-yavaş yer cəzb eləyir. Bunun bu sərbəst düşməsinə sərbəst düşmə təcili deyirlər. Sonra 9 Bütün cisimlər qarşılıqlı Sən buraya qədər nə oxudun? Mənə nə izah verə bilərsən? Burada nə başa düşdün? sərbəst düşmə təcilini. Bir dənə cümlə ilə ifadə edə bilməzsən. Həmin cisimlər yer tərəfindən cəzb olunur. Bütün cisimlərdə eyni təcildə, eyni sürətdə yerə tərəf. Mərmiyi niyə misal çəkdin? Niyə mərmiyi misal çəkdin? Topu misal çəkdi. Niyə çəkdi topu misal? Ağırlıq qüvvəsinə görə. Topa misal çəkdi. Ona görə bu topu bizə misal çəkdi ki, dedi ki, bu topdan bir mərmi çıxdı. Bu mərmi çıxdısa bu mərmi düz getməli idi. Gedə bilmədi. Niyə? Çünki yer onu cəzb elədi. Ona bax, başqa bir qüvvə onu özünə çəkdi. Yerin cəzb eləmə qüvvəsi var. Biz nə dedik? Yerin cazibə qüvvəsi var. Qüvvə. Söhbət qüvvədən getdi. Yerin cazibə qüvvəsi onu özünə çəkdiyinə görə o düz gedə bilmədi. Getdi yerə düşdü. Başa düşdünüz? Əgər onu yer cəzb eləməsəydi, o düz gedəcəkdi. Hansı sürətdən çıxıb o sürətdən də gedəcəkdi. Amma onu nə elədi? Yer özünə çəkdi. Buna da dedilər ki, yerin üstəki bütün cisimləri yer özünə cəzb edir. Bu da ki, buna nə dedi? Bundan sonra dedi ki, məsələn, burada yer üzərindəki bütün cisimlər cəzb olunduğu üçün hər hansı bir bəlli bir məsafədən buraxılan cisimlər özləri sərbəst olaraq yerə düşür. Çünki yer onu özünə çəkir. Başa düşdünüz? Buna da dedilər sərbəst düşmə təcili və qiymətini də dedilər 9,8 metr bölünmüş saniyə kvadrat. Başa düşdünüzmü uşaqlar? Bu bir təcildir. Bax, bu təcildir. Təcil nədir uşaqlar? Sürət artması. Təcil sürət artmasıdır. Başa düşdünüz? Bu təcil, bu sürətin artmasıdır. Burada düstur belə gedir. Yəni A bərabərdir V1 çıxaq V2. Ömər, bunu keçirsiniz. Ölçü P. Yəni müəyyən zaman getdikcə sürət artır. Burada da bu cisimlərin haqqında deyir, bax bu təcildir. Amma bu sərbəst düşmə təcili olduğu üçün buna xüsusi olaraq Y qiyməti verirlər. Y də bərabərdir 9,9 Newton metr bölünmüş saniyənin kvadratı. Başa düşdünüzmü? Təcildir. Sərbəst düşmə təcili. Adından bildiyiniz kimi. Başa düşdünüz? Yerin cisimlərin yer tərəfindən cəzb olunmasını göstərir. Başa düşdün mü? Raya qadam. Başa düşdün? Tamam canım. Uşaqlar zaten bunu Ömər keçirdi. Ömər biləcəkdir. Anar, sən necə başa düşdün mü? Anar dedim. Tural, başa düşdün mü? Mən düşdüm. Başa düşdüm. Ondan sonrasını Tural, sən oxu. Yaşlı. Bütün cisimlər bir-birinə qarşılıqlı olaraq cəzb edir. Məsələn, yer almanı cəzb etdiyi kimi, alma da yeri cəzb edir. Aysa, deməli qarşılıqlı cəzb edirlər bir-birini. Sonra? Həm elektronları var. Oxu. Cisimlər arasındakı cazibə qüvvəsi onların kütlələrindən və aralarındakı məsafədən asılıdır. Cisimlər arasındakı cazibə qüvvəsi. Uşaqlar, bax, indi mən sənə bir söz istəyirəm. Məsələn, mən 5 kiloluq dəmiri yuxarı atsaq,
Alman və hamısı eyni vaxtda düşünmür ona görə. Kütləsindən asılıdır. Bəli. Bir də başqa məsələ. Burada bir cümlə işlətdi. Nə deyir? Cisimlər arasındakı cazibə qüvvəsi onların kütləsində və aralarındakı məsafədən asılıdır. Məsələn, uşaqlar, yerin ətrafındakı peyk niyə yerə düşmür? Nə yarışmır? Yerin ətrafında bir peyk var da. Görsən devr eləyir peyk, süni peyklər. Cazb edir deyə. Niyə yerə düşmür? Nədən asıl? Niyə Mən bu? Mən ağırlıq qüvvəsinə görə. Arasın Niyə çəkinir? Ağırlıq qüvvəsi. məsafədən məsafə. Qız dedi. Məsafədən asıl. Başa düşdünüzmü? Məsafədən asılıdır. Sonra keçək öbürsünü. Nə dedi? Dedi ki, cisimlər arasındakı cazibə qüvvəsi onların kütləsində və arasındakı məsafədən asılıdır. Məsafədən asılıdır, əzizim. Bəlli bir məsafə. Keçəcəksiniz o sürətləri. Sonra öbürsünü oxu görək. Necə oxuyardım? Hə? Mən burada yazmışlar oxuyar. Hayır, oxu. Yox, onu dərk eləmək də lazım. Ondan sonrakini oxu. Cisimlər kütlələri artdıqda onların arasındakı cazibə qüvvəsi də artır. Ay, sağ kütlə artdıqca onlar arasındakı cazibə qüvvəsi də artır. Deməli, o cazibə qüvvəsi kütlədən də, həm məsafədən, həm kütlədən asılıdır. Sonra Cisimlər arasında məsafə artdıqda onların arasında cazibə qüvvəsi azalır. ay, cisimlər arasında məsafə artdıqda onlar arasındakı cazibə qüvvəsi. Ona görə mən peyk düşmür deməli. Ona görə peyk düşmür. Sonra ona görə kozmik peyklərə o sürəti ona görə verirlər ki, o getsin, çıxsın, yerdən uzaqlasın, geri cazibə qüvvəsindən uzaqlaşdırsınlar onu. Tamam. Ondan sonra Ömər, oxu, aram oxu. Hə. Cisimlər arasında məsafə artdıqca onların arasındakı cazibə qüvvəsi də azalır. Ondan sonra Təkcə yer ilə cisimlər arasında deyil, bütün cisimlər arasında qarşılıqlı cazibə qüvvəsi var. təkcə yerlə cisimlər arasında deyil, bütün cisimlər arasındakı cazibə qüvvəsi var. Sonra görək nə deyir, oxu. Hə, kütlələri kiçik olan cisimlər arasında cazibə qüvvəsi də çox kiçik olduğuna görə onu nəzərə almamaq olar. Ay, sağ ol. Yəni kütlələri az olanları heç nəzərə almamaq da olar. Görək, oxu, sonra nə deyir? Məsələn, Məsələn, aralarında 10 sm məsafə olan fizika və riyaziyyat kitabları arasındakı cazibə qüvvəsi 1 Newton 10 milyardda birindən də kiçikdir. o qədər kiçikdir ki, onu nəzərə almaq lazım deyil. 10 milyardda birini nəyin nəzərə alacaq? Sonra Ona görə də məsələ həlli zamanı kiçik cisim arasında cazibə qüvvəsi nəzərə alınmır. Ona görə də kiçik cisimlər arasındakı cazibə qüvvəsi nəzərə alınmır. Uşaqlar, biz burada nələr öyrəndik? Kitabın bu səhifəsində baxaq görək ki, bizim nələr olur. Kitabın bu səhifəsindəki cisimlərin yer tərəfindən cəzb edilməsini öyrəndik. Əgər bu mərmi ilə də bizə misal çəkdi ki, əgər yer onu cəzb eləməsə, o düşən mərmi birbaşa bərabər sürətli düz xəttli hərəkətdə olardı. Yer onu cəzb elədiyi üçün yerə düşdü. Sonra dedik ki, bütün cisimlər yer tərəfindən cəzb olunur. Müəyyən bir məsafədən bir cisimi buraxdıqda özü yavaş-yavaş yer tərəfindən cəzb olunaraq yavaş-yavaş düşəcəkdir. Bu, həmən onun burada sərbəst düşən cisimlərin təcili isə sərbəst düşmə təcili deyil, sərbəst düşmə təcili dedik. Sərbəst düşən cisimlərin, yəni ona heç kim əl-ayaq vurmur. Bəlli bir yerdən öz başına düşdü. Məsələn, tulladıq əlimizdən. Nəsə belə o sərbəst düşən cisimlərin təcilinə də dedik, sərbəst düşmə təcili. Yer içində hesabladıq 9,8 Newton bölünmüş, metr bölünmüş saniyə kvadratından hesabladıq. Sonra da dedik ki, bütün cisimlər bir-birinə qarşılıqlı təsirdə olurlar. Bunun, məsələn, yer almanı nətəri cəzb eləyirsə, alma da yer ilə cəzb eləyir. Və bu da dedi ki, bu cazibə qüvvəsi onların kütləsindən və aralarındakı məsafədən asılıdır. Onu da göstərdi ki, kiçik cisimlər arasındakı, bu cisimlər arasındakı kütləli cisimlər,
o qədər də Newtonun milyardda birinə bərabərdir. Heç ona görə də onu nəzərə almır. Amma siz indi göydəki cisimləri görürsünüz, günəşin ətrafında nə tər cəzb eləyib onun ətrafında fırlandırır. Başqa planetlər ətrafında. Böyük cisimlərdə də artıq başqa cür olur. Böyük cisimlərdə kiçik cisimlər kimi alınmır. Ona görə kiçik cisimləri nəzərə almalıyıq. Başa düşün uşaqlar. Bax bu dərsi mənə indi Allah qismət eləsin. Oxuya gedirik. Yəni bir müddətdən sonra görək neçə dərsdir. Biz bunu Newtonun 3-cü qanuna qədər oxuyaq, qaydaqları başlayaq, elastrik qüvvəsinə qədər oxuyaq, qayda təzədən bunu imtahan edəcəyik. Bunu bilirik. Bizə nə deyir? Bizə sərbəst düşmə təcilindən danışdı burada. Əsas 3 dənə nüansı danışdı. Sərbəst düşmə təcilindən danışdı. Cisimlərin arasındakı cazibə qüvvəsindən danışdı. Burada kütlənin və məsafəni nəzərə aldı. Başa düşdünüz uşaqlar? İndi gəlin görək burada nədir? Başa düşdünüz? Şimdi çatdım burada. Nəyə nəzərə aldı? Burada danışdıq Y'dən. Biz burada danışdıq Y'dən, M'dən. Bir də ki, bunların arasındakı məsafədən danışdıq. Məsafə. Məsələn, el qoyaq, eldən danışdıq. Nədən? Məsafədən, J'dən, F'dən. Bunların arasındakı münasibətdən danışdıq. Başa düşdünüz uşaqlar? Cazibə qüvvəsindən danışdıq, sərbəst düşmə təcilindən danışdıq. Bu cazibə qüvvəsindəki cisimlərin arasındakı məsafənin kütlərin haqqında danışdıq. Görək bunlar keçdik. İkinci bölmədə ağırlıq qüvvəsi haqqında danışdıq. Sən başda görüm oxumağa Raya qadın alım. Sən görüm orada oxun izah ver bizə nə deyə bilərsən. Yer və ya digər göy cisimləri tərəfindən cisimə təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Deməli, nə dedi burada? Bir də oxu. Yer və ya digər göy cisimləri tərəfindən cisimə təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Bayaq mən sənə hesabladım mı J'nin qiymətlərini? Ayda nə təridir, Marsda nə təridir? Deməli, təkcə yerdən danışmır, başqa cisimlərdən də danışdı. Aysa başqa cisimlərdən də danışdı ki, yer və ya digər göy cisimləri. Bayaq danışdı, nədən danışdı uşaqlar? Birinci danışdı hər hansı bir cismi yerin cəzb eləməsini. İkinci danışdı, sərbəst düşmə təcili. İkinci sərbəst düşmədən taldı. Üçüncü danışdı, bu cisimlərin arasındakı məsafədən, bir də ki, onların kütləsindən. Yerin üstəki cisimlərdən danışdı ki, yerin üstəki cisimlər də bir-birini cəzb edirlər. Alma yeri cəzb edirsə, yer almanı cəzb edirsə, alma da yeri cəzb edir. İndi gəldi, keçdi başqa cisimlərə. Göy cisimlərinə keçdi. Dedi ki, yer və ya digər göy cisimləri tərəfindən cisimlərə təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Oxu görək dalın nə deyir? Ağırlıq qüvvəsi cismin kütləsi ilə sərbəst düşmə təcilinin hasilinə bərabərdir. Bayaq dediniz, F bərabərdir mg. Bayaq dedik. Yəni, ağırlıq qüvvəsi cismin kütləsi ilə sərbəst düşmə təsirinin hasilinə bərabərdir. Uşaqlar, burada biz bayaq nə dedik? Bu düsturu hesabladıq, məsəl üçün. Bir daha hesabladıq. Biz dedik ki, yəqin ki, burada çəkir başqa. F bərabərdir mg. Məsələn, C burada dəyişməyəndə, bax bu, M burada dəyişməyəndə, Ayda, Marsda, Yerdə. F-in qiyməti fərqli olacaq. Çünki J, Y, J, Ay, J, Mars, hamısı bir-birindən fərqlidir. Ona görə də hamısında F fərqli olacaq. Keç o birisi tərəfə oxu görək. Bunu dedi, ağırlıq qüvvəsini bizə dedi. İndi çəkiyə get görək, çəki də bizə nə deyir? Çəki, bütün cisimlərə ağırlıq qüvvəsi təsir edir. Bütün cisimlərə? Aha. Bu təsir cismin askıdan asılmadan, yaxud dayaq üzərində dayanmasından asılı deyil. Cümləni bir də oxu, başa düşək görək bizə nə deyəcək. Bu təsir cismin askıdan asılmasından, yaxud dayaq üzərində dayanmasından asılı deyil. Bəli, bu cisimlərə, yəni istəyir bu askıdan asılsın, istəyirsə dayağın üstündə dursun. Harda olmağından asılı olaraq buna ağırlıq qüvvəsi təsir edəcək. Onu yer özünə doğru cəzb edəcək. Sonra
Ancaq askıda olan və ya dayaq üzərindəki cisim ağırlıq qüvvəsinin təsiri nəticəsində askıya və ya dayağa təsir göstərir. Ancaq askıda olan və ya dayaq üzərindəki cisim ağırlıq qüvvəsinin təsiri nəticəsində askıya və dayağa təsir edir. Yəni stol istəyir aşağı düşə. Başa düşdü? Bax bu bunun üstündə durubdur. Elə deməzlər. Bax bu bunun üstündə durubdur. Düz deyil. Bu buna təsir edir. Deyir ki, məni yer cəzb edir. Məni burax gedim. Başa düşdü? Amma da buraxmır. Bununla bu tarazlaşdığı üçün bu buradadır. Tərəzdəki qüvvə sıfıra bərabər. Amma bu burada deyir ki, bu bunu çəkirək aşağı uşaqlar. Bu burada olmasa, buna fikir verir. Bu burada olmasa nə oldu? Üstü getdi. Gördün? Bu burada olduğu üçün qoymur. Bu dayağa təsir edir. Başa düşdünüz mü? Bəli. Yer aşağı çəkir, o da onu qoymur. Sonra keç. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və ya askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Ay sağ. Deməli ağırlıq qüvvəsinin təsiri ilə deməli burada uşaqlar söhbət nədən gedir? Bunu açıqlamasını izah edə bilərsən? Mən yox, sən izah elə Raya. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağı və yaxud askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Həmin məsəl üçün bir cismin həmin askıya və yaxud da dayağa onun kütləsi təsir edəndə o qüvvə alır. Qüvvəsi yəni çəki adlanır. Həmin dayağa ya da askıya təsir etsə bu çəki adlanır. Ağırlıq qüvvəsi aşağı, ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və ya askıya tətbiq etdiyi qüvvə. Bax bunun üstündə duran, bayaq sizə nə dedim? Dedim bu bunun üstündədir. Bu buna deyir ki, mən aşağı getmək istəyirəm. Ağırlıq qüvvəsi buna təsir edir. Bax buna ağırlıq qüvvəsi bunu aşağı çəkir. Düz deyil. Bu ağırlıq qüvvəsi buna təsir edir ki, bunu aşağı aparsın. Bu kitaba təsir edir ağırlıq qüvvəsi. Çünki yer bunu çəkir. Başa düşdünüz? Bu yer çəkir, bu da buna buraxmır. Yer də bu jurnala təsir edir ki, sən onu burax. Bunun söhbət günün gücünün çatıb-çatmamağından getmir. Başa düşdün mü əzizlərim? Məsələn, tutaq ki, bu dəqiqə sizə izah verəcəm. Bax bu budur, gördünüz uşaqlar. Bax indi bu da bunun üstündədir. Bax qoymuşam. Bu niyedir af düşdü uşaqlar? Artıq çəkisi çox deyil. Çünki ağırlıq qüvvəsi bunun, bax bunun baskıdan çoxdur. Ama gördünüz mü düşdü? Bunda çox deyil, düşə bilmir. Ağırlıq qüvvəsi buna təsir edir. Ağırlıq qüvvəsi buna təsir edir də aşağı apardı. Amma askıdan da olsa həmən qayda deyir ki, ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Başa düşdünüz? Bəli. Kim ifadə edə bilər bu cümləni? Oxuyun oranı. Mən uşaqlar, bilsən adam nə vaxt cümləni deyə bilmir? Başa düşməyəndə. Beynində təsəvvür yaranmayanda. O, bax bu bunun üstündədir. Bu. Ağırlıq qüvvəsi buna təsir edir. Başa düşdünüz? Məsələn. Və yaxud da biz bunu tərəzidən asmışıq. Gördünüz, tərəzidə orada göstərir. Bir dənə tərəzimiz var, tərəzidən bunu asmışıq, ona göstərir. O da daskıya təsir. Bax bu kəndirdən asılır. Kəndir bunu aşağı çəkir. Kəndirin ucu, bu bunun ucundadır, kəndirin ucundadır. Ağırlıq qüvvəsi buradakı askıya da təsir eləyir. Ağırlıq qüvvəsi buna da təsir eləyir. Zaten təsir eləməsi ikisi qeydib göydə uçarlar da. Bunu buradan üstündə, bunu aşağı çəkdiyi üçün bunun üstündə qalır. Bunu hiç çəkməsə çıxar gedər, hər kəs öz keyfində damağında olar. Kosmos sözlər üçün gəzər. Başa düşdünüz mü? Ona görə deyir ki, ağırlıq qüvvəsinin təsiri cismi ya dayağa, ya da bax bu şunurdan. Məsəl üçün, bax bu hansına təsir elədim mən, naçinikə dəydim. Bax, bu tutaq ki, bunun ucundan bir şey asılır da belə. Bax, bu da burada dayaqdır. Bu bunu aşağı çəkdiyi üçün bu da buraya təsir eləyir. Axı bir-birinə təsir eləyirlər. Ağırlıq qüvvəsi ilə o qarşı tərəf o ikisi bir-birinə təsir eləyir.
Buradakı ağırlıq qüvvəsilə o dayaq buradakı dayaq qüvvəsidir. Bunu qoymur aşağı düşməyə. Bir də askıdan olan qüvvə. İkisi də bir-birinə təsir edir. Bu da deyir ki, ağırlıq qüvvəsinin təsiri ilə cismin ya bu dayağa, bax bu dayaq, bu üstündəki stola, ya da askıya tətbiq etdiyi qüvvəyə qüvvə çəki adlanır. Çəki qüvvəsi. Gəlin deyim o misalı, tərifi. Oxu görüm ay Raya, sən oxu qadın. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və ya askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Ay, tamam. Çəki adlanır. Deyə bilərsən onu? Mən deyim. De. Hə, müəllim, ağırlıq qüvvəsinin təsiri cismin dayağa və Dayağa və ya askıya. askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Uşaqlar, gəlin indi oturaq görək orada hansıdır. Burada baxın çəki qüvvəsinə, fikir verin. P-yə baxın. Gördünüz mü orada P-yi? Şəkildə. Bax, bu həmən o P nədir? Çəki qüvvəsi. Fikir verdiniz mi? O çünki aşağıya doğru yönəlir. O istəyir ki, onu çəkib yerə aparsın. Onu yerə çəkmir, o qüvvədir. Çəki vektorial kəmiyyətdir. Çünki F hərfi ilə işarə olunur, qüvvədir. Çünki qüvvənin istiqaməti var, həm də ədədi qiyməti var. Çəki qüvvə olduğu üçün onu beynəlxalq vahidlər sistemində vahidi Newtondur və P hərfi ilə işarə olunur. Biz sizə nə dedik uşaqlar? Biz dedik, əgər yeni bir fiziki kəmiyyət gəlirsə, biz onun deməliyik qaydalarına. Bax, sonra dedik P. Hərfi nə ilə? Uşaqlar, biz təzə nə öyrəndik burada? Hə? Yeni bir kəmiyyət öyrəndik. Kəmiyyətin adı nə oldu? Çəki qüvvəsi. Çəki qüvvəsi. Adı necə oldu? Hansı hərflə işarə olundu? P. Bir çəki qüvvəsi, P adı, hərfi P. Sonra nə yazıldı bizə? Beynəlxalq vahidlər sistemində vahidi nədir? Bir Newton. Deməli biz bunların dayaq üzərindəki və ya askıda olan cismin çəkisi ədədi qiymətcə cismə təsir edən ağırlıq qüvvəsinə bərabərdir. Deməli, ağırlıq qüvvəsi necə hesablanır? P bərabərdir mg. F bərabərdir mg deyildimi? Dedi ki, bu çəki qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. O da P də bərabərdir mg kimi hesablanır. Sərbəst düşən cismin çəkisi sıfıra bərabərdir. Sərbəst düşən cismin çəkisi sıfıra bərabərdir. Çünki bu halda onun təsir etdiyi dayaq və askı mövcud olmur. Başa düşdünüz mü? Sərbəst düşən cismin çəkisi. Çəki nədir uşaqlar? Çəki qüvvəsi. Bir dayağa da təsir göstərir. Bir də askıya. Əgər o sərbəst düşürsə, o heç yerdən asılmayıbdır. Heç bir dayağın üstündə deyil. Nəyə təsir eləməlidir? Heç nəyə. Deyil. Ona görə deyir ki, sərbəst düşən cismin çəkisi sıfıra bərabərdir. Çünki bu halda onun təsir etdiyi dayaq və ya askı mövcud olmur. Heç nə yoxdur əks təsir göstərmək. Cismin belə halı çəksizlik adlanır. Çəksizlik. Məsələn, əlimizdən düşən qələmin çəkisi yerə çatana dək sıfırdır. Başa düşdünüz mü? Yerə düşənə dək sıfırdır. İndi Raya, sən bunu qızım, burada biz bu çəkidə nə keçdik? Onu bizə deyil, səndən sonra birisi uşaqlar izah versin. Çəkidə bütün cisimlərin ağırlıq qüvvəsi təsir edir. Yəni ki, ağırlıq qüvvəsi təsir edir. Bu təsir cismin askıdan asılmasına və yaxud da dayaq nöqtəsindən asılı deyil. Yox, sən başdan danış da, lap oradan biz nə elədik? Dayağın üstündə bir dənə cisim var, bir də askıdan bir dənə asılı bir cisim göstərilirdi. Bunlar nə eləyir? Aha. Ancaq askıda olan və ya dayaq üzərindəki cismin ağırlıq qüvvəsinin təsiri nəticəsində askıya və yaxud dayağa təsir göstərir. Sağ ol. Onlar dayağın üstündədir, ona görə dayağa təsir edir. O da askıdan asılıdır, ona görə təsir edir. Göstərir.
Ağac ona təsir elədi. Bu onun özü nə ilə işarə elədik? P hərfi ilə. B hərfi ilə işarə elədik. Sonra nə dedik? Onun vahidi 1 Newtona bərabərdir. Ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağı və yaxud da askıda tətbiq etdiyi qüvvə çəki qüvvəsi adlanır. Bəli. Dayaq üzərində askıda olan cismin çəkisi ədədi qiymətcə cisimə təsir edən ağırlıq qüvvəsinə bərabərdir. F bərabərdir mc. Burada da Bəli, deyir bir də ki, aha, sən onun sonrasını mənə açıqlamasın deyir. Sonra nə dedik ki, biz onu niyə sıfıra bərabər elədik? Sərbəst düşmə təsiri, yəni ki, ona nə dayaq təsir edir, nə də ki, askı təsir edir. Ona görə heç bir şey təsir etmədiyinə görə heç bir şey də təsir etmir, ona görə sıfıra bərabər olur. Ay, sağ ol. Yəni orada çəki yoxdur. Bəli. Çəki olmadığı üçün də bu sıfıra bərabərdir. Yeri gəlirsə, Raya, sən yaxşı, savadın yaxşıdır. Çox sağ olun canım. Sən Mednus'da girə bilərsən, oxusan. Amma oxusan, Mednus'da da elə belə yerdir, ora canavarların yeridir. Deyirəm. Orada canavarların yeridir. Başa düşdün mü? Oraya yalnız əziyyət çəkən oxuyan uşaqlar gedir. Yəni, məntiqin yaxşıdır. Tez götürürsən, tez qəbul edirsən, tez qavrayırsan. Yəni, bu cür oxumaqla, yəni biz tezcə dərsləri, kitabı tamamlayıb testlərə girə bilərik. 7-ci sinifdə təzə izah eləyərək testlərə girə bilərik. Tural, sən izah elə görəm, ay Tural, burada nə deyil axırda? Axırda yoxsa başda? Yox, çəkidən danış mənə. Çəkidə mən bütün cisimdə ağırlıq qüvvəsinə təsir edilməli. Sonra nə oldu? Orada dayaq qoydu, bizə bir dənə də askı astı. Nə idi qadın alim? Və bu cisim mən Sən kitaba bax, qulaq as. Kitaba baxa danışa bilərsən. Bugün mən sənə dərs soruşmuram ki, amma sadəcə YouTube-dan dərsi baxacaqsan, kitabdan dərsi baxacaqsan, öyrənib mənə qaytaracaqsan. Yoxsa bu gün mən sizdən heç nə tələb eləmirəm. Deyirəm. Baxa deyə bilərsən. Orada nə dedi bizə? Mən bu təsirlə cismin askıdan və asılmasından yaxud dayaq üzərinə dayanmasından asılı deyil. Sən Heç bir şeydən asılı deyiləm. Sən nəyi nəzərdə tutursan? Mən baş hissədən danış görüm. Aha, sonra nə demək? Aha, ağırlıq qüvvəsi təsir edir. Bütün cisimlərə ağırlıq qüvvəsi. Yəni bu ağırlıq qüvvəsi heç nədən asılı deyil. Olsa nə olar olsun, harda olsa yer üzərindədirsə ona təsir eləyəcək. Məsəl. Aha, sonra. Ancaq askıda olan və ya dayaq üzərindəki cisim ağırlıq qüvvəsinin təsiri nəticəsində askı və ya dayağa təsir göstərir. Ay, sağ ol. Oradan bir cisim asılıbsa, yer kürəsi onu özünə çəkdiyi üçün o da o dayağa təsir eləyir. O da askıya təsir. Çünki yer onu özünə çəkmək istəyir. Dayaq qoymur onu düşməyə. Bu da ona təsir edir ki, kişi məni burax, məni yer cəlb edir, mən aşağı düşməliyim. Başa düşdün? Ağırlıq qüvvəsinin təsiri nəticəsində təsir edir. Sonra. Ağırlıq qüvvəsinin təsirilə cismi dayağa və ya askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Ay, sağ ol. Deməli, ağırlıq qüvvəsinin təsiri ilə cismin dayağa və askıya tətbiq etdiyi qüvvə çəki adlanır. Və o həmin o qüvvə çəki adlandı. Hərfi nə idi? P. Hərfi P idi. Dedi, ardıcıllığını, bunun vektorialdır, skalyardır. Və mən də nə demişəm? P ilə mənim vektorial kəmiyyətlərin P ilə işarə olunur. Beynəlxalq halda 1 Newton. 1 Newton. Ay, sağ ol. Aha. Sonra nə? Mənim P bərabərdir mc. Yox, orada bu niyə gətirdi mc-yə dedi? Onun səbəbi var axı. Mən bu dediyiniz düstur bu asılqandan düstur idi, yoxsa? Dedi ki, dayaq üzərində və ya askıda olan cismin çəkisi ədədi qiymətlə cisimə təsir edən ağırlıq qüvvəsinə bərabərdir. Axı biz çəki qüvvəsinə tərif verdik. Burada da dedi ki, həmən çəki ağırlıq qüvvəsinə bərabərdir. F bərabərdir, mc-yə bərabərdir. Başa düşdün? Bu dedi ki, ona bərabərdir. O askıdadırsa. Askıdan qırıldı mı, qutardı. Yəni bu askıdan qırılanda nə var nəyə təsir eləsin? F burada sıfırdır. Kimə təsir eləyəcək? F'in qiyməti sıfırdır.
F də 0 olar ki, P də bərabərdir 0. Yəni gəlir yerə çatana qədər çəkisi 0-dır. Başa düşdün? Deməli uşaqlar biz burada bugün sizi çox yormayayım. Uşaqları səhər-səhərdə eləmişik. Bugünkü dərsimiz nə oldu? Ağırlıq qüvvəsi haqqında oldu. Çəki. Uşaqlar bir kitabı oxuyanda həmişə çalışın kitabın başlığının içində axtarın. Başa düşdünüz? Kitabın başlığı içində nə deyir onu axtarın. Bizə burada başda nədən danışdıq? Bir də ki, həmişə şəkillərlə gedin uşaqlar. Yadımızdan çıxanda o şəkillərlə nəzərə alın ki, çünki kitabda şəkillərlə dərsi izah eləyir. Başa düşdünüz? Burada bizə sərbəst düşmə təcili haqqında danışdı. Cisimlərin bir-birini cəzb eləməyi haqqında danışdı. Bu cisimlərin bir-birini cəzb eləməyinin məsafədən və kütləsindən asılı olduğu haqqında danışdı. Sonra ağırlıq qüvvəsi haqqında danışdı. F bərabərdir mg haqqında danışdı. J'nin qiymətini sərbəst düşmə təcili adlandıq və yaxud da sərbəst düşmə təcili haqqında danışdıq. Burada da gəldik çəkidən danışdıq. Çəkidən nəyə danışdıq? Çəkidən burada sadəcə olaraq cisimlərin yer tərəfindən cəzb olunmasından danışdıq. Nəinki cisimlərin, başqa göy cisimlərində özlərindəki cisimləri cəzb eləməyindən danışırdıq. Amma artıq burada elə bir ki, orada cisim heç nəyin üstə deyildi. Elə hardaysa çəkdi özünə. Burada da dedik ki, bu bir dayağın üstündə olanda hansısa bir burada deməli asılqandan asılanda artıq bu da başqa cür olur. Bu bunu da artır, o da onu yuxarı qaldırır. Başa düşdük? Buradakı ağırlıq qüvvəsini buna çəki qüvvəsi dedik. Bunu da dedik ki, bu çəki qüvvəsi ağırlıq qüvvəsi deməkdir. Sərbəst düşəndə də heç nədən asılı olmayanda bu da olur F sıfıra bərabər olur. Ona heç bir qüvvə təsir eləmir. Burada da oldu çəki sıfıra bərabər oldu. Uşaqlar yadınızda qaldı? Bəli. Mənə görə özgə qulluq. Dərsi oxuyacaqsınız uşaqlar. Dərsləri oxuyun. Bax, sizdən soruşmuram qayıdıb. Çünki vaxt məhdudiyyəti olur. Ümumi hamısını bir dəfə də təkrar eləyəndən sonra dərsi imtahan eləyəcəm. Gedə bilərsən Tural sən. Sabah saat 8-də görüşəcəyik. Tural sən gedə bilərsən, Raya qalsın. Tamam. Amma hazır dərsi oxuyacaq. Raya, sənə rahat gəldi keçdiyimiz dərs. Bəli, müəllim. Valla mənə gəlir, sən özün də rahat oxuya bilərsən. Sən elə çətin uşaq, sən üçün çətin deyil. Ata danışdı sən haqqında. Mən uşaqla tam görüşməmiş, heç bir deyə bilmərəm. Hər uşaq onsuz da elə qabaqcadan bilinir. Amma yenə bir uşaq dərsi bilməsə də, mən onun haqqında heç bir fikir söyləmirəm. Mənə uşağın çalışqanlığı lazım. Əgər o uşağın məntiqi varsa, çalışqanlığı da varsa, o 2 qat qabağa gedir. Amma bəzən görsən uşağın məntiqi olmur, çalışqanlığı varsa, bu da ona kömək edir. Məntiqi olub çalışmayan uşaq dala qalır. Sən də hiss edirəm, sən götürümlüyü də yaxşıdır, yəqin ki, çalışmağında olacaq. Mən səni bəlli bir vaxta qədər aparacam. Sözsüz ki, sənin 10-cu, 11-ci sinifin bunkerlərə aiddir. Yəni orada sən də oturub Medmusda gedən nəzərə alırsansa, sən də nə yayın var, nə qışın. Bəli. Fikrimi bilsən. Bəs sənin o birisi fənlərin necədir? O birisi fənlərimdə mənim Azərbaycan dilindən biraz zəif. Riyaziyyatım yaxşıdır. Özün oxuyursan riyaziyyatı? Bəli, mənim. Riyaziyyatım məsələn mənim... Ömər, soruşacam səndən. Ha? Müəllimə məsələn dərs izah edəndə başa düşə bilirəm yəni. Başa düşməkdən deyil. Sən belə eləyəcəksən də, əzizim. Sən belə eləyəcəksən. Sən test kitabların var? Bir dənə mənim Elməhdim var. Elməhdim Tağıyevin. Mən səni anlayıram. O sahə ilə mən heç maraqlanmamışam, araşdırmamışam. Sən başlayacaqsan, mən sənin biologiyana dəstək çıxacam. Mən biologiyadan zəif. Yox, biologiya boş şeydir. Biologiya 2x2-dir. 2x2-dir biologiya. Ömər, bir üzümü açdan, ha? Bağlama. Ömər gil özləri keçiblər. Onlara biologiya keçmişəm. Ömər axırda heç biologiyadan xoşu gəlirdi. Məsələn, Ömərin heç biologiya məktəbdə qədər onlara keçmirdilər ki. Biologiyadan 2x2-dir. Ömər, sən biologiyadan yadında nə qalıb keçən ilkindən? Amma təkrarlamırsan. Heyvanları.
Söyləməm. Yaxşı, biologiyanın birinci hissəsi nədən danışırdı 7-ci sinifdə? Mən heyvanların bədən örtüyü. O 7-ci sinifin ikinci hissəsindəki birinci dərsdir. Onurğalı heyvanlar onurğası seyri. Zaten biologiya haqqında sənin keçən il məlumatın var, keçən biologiyasına. Amin. Sən heç o da dərs keçmişəm, sən kitab şey eləmirsən, amma sən fizika ilə kimyanı təkrarlayacaqsan qayda. Hamısı səndən təhvil alacağam. Qızdan soruşuram. Sən 7-ci sinifin biologiyasından yadında bir şey var? Belə deməm. Nə qalıb yadında? Məsəl üçün, onurğalı onurğasız heyvanlar, Tamam. boğum ayaqlılar. Tamam. Ümumi 7-ci sinifdə nədən keçilirdi? Ümumi heyvanlardan çox vaxt danışdım mən. Heyvanların belə iskelet. Elə deyil. Bax, qanun sən Betnusda gedirsənsə, sən kitabın qanuna uyğunluğunu bilməlisən. 7-ci sinifdə biologiyada nə keçirsə, 7-ci sinifin biologiyası 2 hissədən ibarətdir. Sən oğlun dərsi Betnus tutuşaq. Bu deməkdir ki, dərsi nöqtəsinə qədər əzbər bilir. 7-ci sinifin birinci hissəsində var. Ha, görüm. Canlıların əsas xüsusiyyətləri. Ömər, dənə danışmayacaqsınız. Dənə söhbəti getmir orada. 7-ci sinifin birinci hissəsi biologiyadan danışır. Biologiyada ilk başlanğıc biologiya haqqında məlumat verir. Biologiyadan sonra onun hansı fanlarla əlaqəsi var, neçə yerə bölündü, 8 dənə yerə bölünür. Zoologiya, biologiya, ondan sonra anatomiya. Bunların hamısını bilməlisiniz. Bunlar hissə. Mikroskop haqqında danışır, sonra gəlir keçir hüceyrədən danışır. Heyvan hüceyrəsindən bitki hüceyrəsinin fərqini deyir. Hüceyrələrin quruluşu haqqında danışır, təsnifat haqqında danışır. Ömər, 8 dənə təsnifat öyrəndin. Hansıdır o təsnifat? Canlıların 7-8, 8 dənə təsnifat. Qidalanmaydı. Aha. Sonra mən ikinci hissəydi o. Amma birinci hissədədir. Ömər, birinci hissə yox. Təkrarlamayan uşaq zaten beyli qırılıbdır. Bir uşaq dərs təkrarlamayırsa beyli yox. 8 dənə təsnifatdan danışırıq. İnkişafdır, hərəkətdir, qidalanmadır, tənəffüsdür, ifrazatdır. Ondan sonra bunlar hamısı 8 dənə bölünmədir. İnkişafdır, tənəffüsdür, bir də böyüməkdir. Çoxdur, 8 dənədir. Ona görə. Ondan danışır. Ondan sonra gedir bitkilərə. Bitkiləri 2 dənə hissəyə böldü. 2 dənə hissəyə bölündü. Hansılar Ömər? Mən hüceyrənin quruluşu. Axılla. Biri vegetativdir. Vegetativ və generativ. Vegetativ və generativ. Çoxalmada iştirak edən, çoxalmada iştirak edən. Biri çox gözəl dərsləri var. Birincidə, ikincidə. Bax, bu bitkilərdən danışır. Hamısı bitkilərdən danışdı. Bitkilərin kökündən danışdı, gövdəsindən danışdı. Bax, bu dərsin özünün bir sxemi var. Bir sxem quracaqsan, o sxemin üstündə öyrənəcəksən. Dərsi belə sxemlə gedəcəksən, elə öyrənəcəksən. Ondan sonra gəldi biologiyanın ikinci hissəsində. Orada mayalanmadan, çoxalmadan, meyvəsindən danışdı. Sonra vegetativ orqanlarla çoxalmadan danışdı. Bu hissədən danışacaqsan. Axırda bir dənə bölmə var. O tamam başqa bir bölmədir. Ondan sonra keçəcəksən ikinci hissə. İkinci hissədə danışır heyvanlardan. Heyvanları, onurğalı heyvanlar, onurğasız heyvanlar. Onurğalı heyvanların bədən örtüyüdür. Ondan sonra hərəkətidir. Digərləri, ondan sonra getdi onurğasız heyvanlara. Onurğasız heyvanlarda da boğum ayaqlılardır, soğulcanlardır, ilbizlərdir. Onların hamısının haqqında ümumi danışır. Mollyusklardır, bunların haqqında danışacaqsınız. Ondan sonra ümumi bir dərs var. Onlar artıq o piramida haqqındadır. Onların seçimləridir. Məsələn, arxa hissə biraz artıq heyvanlardan başqa bir quruluşa keçir onların. Başqa bir sistem haqqında danışır, amma maraqlıdır. Yadına düşür dedikcə. Bilməm. Sən əgər biologiya gedirsənsə, sən kitabı əzbər, nöqtəyə qədər əzbər bilməlisən. Bu birinci mərhələdə. Amma sonra məntiqi suallar gəlir, axı onları hazırlayacaqsın. Uşaqlar, bu dərsi hazırlayırsınız, biologiya belə eləyərik də. Mənə belə gəlir ki, mən sizə biologiyanı necə keçim? Mənə belə gəlir ki, ola bilsin ki, sizin 8-ci sinifdə biologiyadan hardasınız? 8-ci sinifdə biologiyadan Biologiya dəyişdi. Bizim keçdiyimiz biologiya deyil.
Ben bugün biraz şeyin üzerinde işledim. Mən bu Hücrelerin, xülasə deyil. ha? Mən bu xülasə deyil. Bölüm geçen değilsen. Ben hücrelerin üzüm birleşmeleri üzerinde biraz çalıştım. Birin ikincisinin üzerinde çalıştım. Sonra pigmentlere girmedim hala. Çünkü benim esas Fermentdə, osmosda. bir şeydəsiniz. Osmos Pigmentlerdesiniz. bəli. Elə mi? Bəli. Yaxşı, ondan qabaqki dərslərimə deyə bilərsən. Məsələn, mən birin hüceyrənin kimyəvi tərkibi su haqqında. Oradan yadımda nə qalıb? Ha? Çox şey qalmırdı. Onu Nətər çox şey qalmayıb. Aç o kitabı. açdım. Açdım. Beynimiz rahat olsun danışarım da. Keçərəm, onu da sağ kömək edəcəm. Bax, burada şəkillərə baxırsan, orada nə yazıbdır? Sol tərəfdə şəkillər var. Nədir orada? Argon atomu, oksigen Aşağıdakı nədir? molekulu, Argon atomundan sonra nə yazıb? oksigen molekulu. Atomla molekulun fərqi nədir? Atom çox kiçik zərrəciklərdən ibarətdir, bölünməzdir. Aha, bəs Molekula iki atomun birləşməsindən əmələ gəlir. İki Tamam. və ya da artıq atomun Ay, birləşməsindən əmələ gəlir. sağ ol. Yaxşı da görüm. Oksigen molekulundan, məsələn, oksigen molekulu, azot molekulu, onların karbon qazından fərqi nədir? Karbon qazından Bəli, orada karbon qazı var. Fikir verdiniz? CO2. moleküldən ibarətdir. Ay, 3 molekuldan ibarətdir. 3 molekuldan ibarət deyil. Söhbət ondan getmir. Burada görürsən eyni növ atomlardır, amma orada fərqli növ atomlardır. Bəli. Gördün mü? Ay, sonra. Burada yazır 92 dənə müxtəlif növ atom kəşf olunub. Və qalan atomlar necə kəşf olunub? Mendeleyev cədvəlindəki 92 növ alimlər, bunlar var, az kosmosda, başqa planetdə, yerdə 92 dənə, axı Mendeleyev cədvəli 118 elementdən ibarətdir. Bunun qalanı hardadır bu? Həmin atomlar birləşməsindən yaranıb. Ha? 92 atomun birləşmələrindən, məsəl üçün. Nədir? Atomla birləşəndə molekul yox. Sən niyə özünə sual verirsən? Sən niyə ona sual vermirsən? Niyə internetə sual vermirsən ki, qalanı hanı? Deyirsən kimyaçıyam da, bu hanı qalanı? Hardan gəlir? Ona sual verərsən. Yaxşı. Mən sənə izah eləməyəcəm, özün sual verərsən. Onların nüvələrini bombardıman edirlər. Başa düşdün? Əlavə oraya nüvə yetişdirirlər. Ona görə də bir element digər elementdən fərqi nədədir? Daxilindəki nüvələrin sayıdır. Nüvədəki protonların sayıdır. Hətta kütlə ədədlərinin fərqidir. Protonların, izotopla iyonun fərqi nədir? Var mı? İzotopla Hə. izotoplarla iyonun Tamam, keçərik, izah verəcəm. Tamam, bax burada sonra yaxşı, burada dedi ki, burada söhbət hüceyrənin kimyəvi tərkibində deyəndə yaxşı, nədir? Hüceyrənin kimyəvi tərkibi dedi. Burada hansı elementlərə rast gəldik birinci dərsdə? Hansı elementlərin haqqında danışdıq? 4 dənə elementin haqqında danışdıq. Hansılardır? argon molekulu, azot molekulu, bir də karbon qazı molekulu. Nə? Mən sənə dedim element. Burada bizə dedi ki, canlı orqanizmlərdə olan maddələr və kimyəvi birləşmələrdə təxminən 99'u sudur. Bunu bildik. Sudan ibarətdir. Qalanını dedi. Azot. Karbon, hidrogen, oksigen və azot. Başa düşdün? Onların birləşmələrindən danışdıq. Fikir verdin? Mən izotopda mən neyronların sayı, mən protonların sayı eyni mənim. Protonlarla mənim mən protonlarla neytronların sayı fərqli olduğuna görə izotop adlanır. Sən elə şey deyəndə bağlama. Mən şübhələnirəm ki, sən gedib başqa yerə baxıb gəlib deyirsən. Yox, mənim yəni. Baxmırsansa, izotopun fərqi ondadır ki, izotopla. İzotop o deməkdir ki, buradakı protonların sayı eynidir. Amma yüklər, müsbət yüklər hamısı eynidir. Amma neytronlar fərqlidir. Yüksüzlər fərqlidir.
Onun da kütlə ədədinin hamısını toplayır, ortaq bir rəqəm çıxardıb qoyur. Onu da öz kütlə ədədi hesablayır kimyada. Amma iyon odur ki, elektronların sayı fərqlidir. Başa düşdünmü? Birində proton çoxdur, birində elektron çoxdur. Başa düşdün? Kartion var. Sonra burada gəldik, görsən aşağıda bizə nə dedi? Əsas hissəsini su təşkil elədi, qalanlarını da bu 4 dənənin birləşməyi. Bir cüzi hissədə başqa elementlər. Başa düşdün? Burada görsən sudan danışır. Çox gözəl bir dərsdir. Suyun haqqında danışır, orqanizmində. Nətər olur? Natrium klor nə olur o tərkibinə girəndə su? Bədənimizdə su nə iş görür, bilirsən? Su hüceyrələri qidalanır. Təkcə hüceyrə qidalanır. Yox, məsəl üçün qanın tərkibi çoxunu su təşkil edir. Məsələn, sitoplazmanın çoxunu su təşkil edir, mayeni. Mayesinin 85%-ni təşkil. Burada bir şəkil var. O nə şəkildir orada? Bir yuxarıda şəkil var. 10-cu səhifədə yuxarıda şəkil var. Nə deməkdir? Donmuş suyun, yəni buzun suyu molekulları arasında hidrojen. O başqa şeydir. O bilsən, o bizə başqa bir izah verir. O şəkildən danışmıram. O donmuş su, buzun suyun üzərinə çıxmağından, canlılara həyat verməklə digər tərəflərdən danışır. Burada sol tərəfdə bir dənə çörək var, şey var, şəkil var. Çörək suda həll olunarkən natrium və xlor ionları istiqamətlənmiş su molekul qrupları əmələ gətirir. Orayı oxuyub demə. Mənə nə deyə bilərsən onu de. Orada nə gördüm? Suyun içinə tökəndə nə olur? Duz. Natrium klordur. Bəli. Ay, sağ ol. Orada onlar üstə işarə yazırdı. Mənfi müsbət məsələsi nə var orada? Görürsən? Bəli. Hansı nə işarəsi var? Xlorun üstündə mənfidir, natrium üzərində müsbət. Bu tərəfdə hidrogen üstündə nə işarəsi var? Oksigen üstündə nə işarəsi var? 9-cu səhifədə. 9-cu səhifədə. Oksigen molekulunun üzərində mənfidir, hidrogen molekulunun üzərində müsbətdir. Deməli, hidrogen müsbətdir. Burada de görüm. Bax, bu molekula diqqətlə fikir ver. Hidrogenin rəngi nədir, oksigenin rəngi nədir? Hidrogenin rəngi bozdur, oksigen rəngi narıncı. Oksigenin rəngi, oksigenin rəngi, hidrogen müsbətdir, mənfidir. Hidrogen mənfi. Bax, diqqət. Müsbət. Burada xlor işarəsi nədir? Keç bu tərəf. Xlorda mənfidir. Hidrogen nə dedik biz? Hansıdır işarəsi? Necə yüklənmiş? Mənfi ilə müsbət bir-birini cəzb eləyir, itələyir. Cəzb eləyir. Burada hidrogenlə xlor bir-birinə tərəf yaxındır, yoxsa oksigenlə xlor bir-birinə yaxındır? Hansı daha yaxşı xlora? Hidrogenlə xlor. Niyə? Çünki mənfi ilə müsbət bir-birini həmişə cəzb edir, amma ona görə də uzaqlaşdırır. Ona görə də hidrogen görsə xlora tərəf gəlir. Bəli. Başa düşdün? Bu birisində nə tərəfdir? Natrium müsbətdir, hidrogen də mənfidir. Gördün, ona görə onlar onu əhatə elədi. Görsən, suyun içində həll elədi. Çox gözəl dərsdir burada. Burada suyun bir neçə xüsusiyyətlərini danışır. Yorulmuram bu dəqiqə. Bunların hamısını sənə danışa bilmərəm. Beynim çox yorulmuşdur. Saat neçədən dərsin üstündə otururam. Burada suyun bir neçə xüsusiyyətlərindən danışır. Su bir həll edicidir. Bir də istiliyi tez alır, gec də verir. O ona kömək edir ki, hüceyrənin daxilində reaksiyalar rahat keçsin. Mühit yaradır orada. Bir də həll edicidir. Lazımı maddələri bədəndə yaxşı daşıya bilir, aparıb gəlir. Bax, bu misal üçün burada bizə xloru göstərdi. Natrium xloru göstərdi. Su onu necə əhatəsini eləyib aparıb gətirir. Başa düşdün mü? Yəni orada çox maraqlıdır. Neyse, yaxşı olar inşallah. Tamam canım. Sabah fizikalara baxarsan, ona görə də aşk olanına sığ elə. Mən heç özüm də sənə kömək eləyə bilməyəcəm. Sən özün kömək eləyəcəksən. Oxuya bilərsənsə, pajavsta gedib girə bilərsən. Oxuya bilməysənsə, yox. Mednutut oxuyan adamın işidir. Başın var, oxuya bilsən yaxşı olacaq. Başın. Tamam canım, gecən xeyrə qalsın. Sabah saat 8-də görüşərik. Biologiyanı ayrı bir qaydaya salarım. Görək biologiyanı nətər eləyəcəm.
Biologiya 3 dəfə keçirəm, amma həftə içində keçirəm. Şəxsən biologiyanın özü belə bu fen bura çətindir. Niyə görə çətindir? Çətin bilsən vaxt lazımdır. Mənim üçün problem deyil. Mən onu araşdırıram, axtarıram, ətraflı öyrənirəm. Görürsən, sən deyirəm ki, burada soruşur ki, niyə bunun 92-si həyatda tapılır, qalanı tapılır. Mən avtomatik cümlə bütün hamısını internetdə axtarıram. Hamısını internetdə axtarıram ki, görüm mənə nə demək istəyir. Sən də o cür öyrənməlisən, başqa yolun yoxdur. Sən əlində yapay zəkanı köçürürsən telefonuna, var olmuş olar. Yapay zəkaya sual verirsən. Var mı proqramı köçürürsən? ChatGPT mi? Bəli, girirsən ora, bütün sualları verirsən ora, bütün sualları verirsən. Google-a axtarırsan, bütün sualları. Əgər sən bir izah vermirsə, Google-da şey yazırsan, Dilmanc tərcümə yazırsan, gəlir orada. Orada Azərbaycan dilində verəcəksən, o da sənə türk dilində tərcüməni eləyəcəkdir. Aşağı da girəcəksən, orada lazım olsa sənə göstərəcəm. Google-da sən onun videolarına baxacaqsan. Bəzi dərslərin videosuna bax. Qoy sənin yaddaşında qalsın. Başlayalım. Tamam. Problem deyil ki. Qalıb işte oxumaq istəyirsən? Bəli, mən əlbəttə ki. İnşallah. Mən sənə bəlli bir vaxta qədər kömək edəcəm, amma bunda özün gedəcəksən. Və sənin digər, səndə neçə dənə fəndir? Sizin hazırlığınız. Məndə 3 dənədir, bir də riyaziyyatdır, bir də nədir? Azərbaycan dilidir. Bəli. Sən bunların testlərlə maraqlanacaqsan, testlər qoyacaqsan qabağına, testlərlə işləyəcəksən. İndidən testlərlə işləməyə öyrənəcəksən. Yəni sənə avtomatik bir sənə kömək eləyəcəkdir. Bir insana kömək elədiyi, oxumağı, öyrənməyi, bir də təkrarı. Mən testlərdən hansını alıb işləyə bilərəm? Testlərdə hələ bilirsiniz, mən açığını deyim ki, testlər belədir, qadın, başına dönüm. Testlər belədir. Mən indiyənə qədər 8-ci sinif, 7-ci sinifə qədər uşaqları gətirdim. İndiyənə qədər, ona görə 7, 6, 7 əzbər bilirəm. Əzbər. Fizika, kimya, biologiya, yəni bunun əsas mənim işim nədən ibarətdir? Mənim işim fənni uşağa başa salmaqdan ötəridir. Dərsi başa salmaqdan. Bax, görürsən, mən sənin oradakının dərinliyinə soxuram ki, burada nə var? Kimyada. Məsələn, kimyanın əvvəli mənim üçün ləzzət eləyirdi. Artıq bu kimya dəyişibdir və mən bunu özümə bahanə eləmirəm. Bax, görürsən, sən 5 dənə fənn üzərində işləyirsən. Mən gör nə qədər fənn üzərində işləyirəm. 5-dir, 6-dır, 7-dir, 8-dir, hamısının üzərində işləyirəm. Və bilmədiyim mənim üçün problem deyil ki, mən bilmirəm. Mən onun bütün gün qarşımda belə bir şans var. İnternet qabağımda, YouTube qabağımda, yapay zəka qabağımda, ChatGPT qabağımda, Google. Yəni mən heç nəyə problem eləmirəm. Oradan hər şeyi öyrənirəm. Yəni ona görə də bu gün mənim işim 6-dan 7-yə qədər nəzəri hissəni öyrətməkdir. Artıq bu dərsləri qutarandan sonra başlayıram testlərin dəstə girəcəm. Məsələn, mən bir tarix izahı verirəm, ömründə yadından çıxmaz. Tarixin izahını mən elə verirəm. Siz 8-ci sinifdəsən. 8-ci sinifdə nə keçdiniz? Dərs oxuyursan, tarixi yoxsa yox? Arada oxuyuram. Arada oxuyuram. Amma mən tarixi tamamilə oxuyuram. Məsələn, orada bu dəqiqə Qızılbaşlar dövləti vardı. O idi sizdə. Sonra Moğoldur, sonra Çindir. Ümumi tarixi deyirsən, yoxsa Ümumi. Hansıdır dərsiniz ümumidə? Bizdə ümumidə hələ Qacarları keçdik. Deməli, böldülər. Yaxşı, neçə yerə böldün o dərsi öyrənəndə? Həmin dərsi? Həmin dərs neçə hissədə? Səfəvilər dövlətidir, Səfəvilərdir, Qacarlardır. Səfəvilər, Əşşarlar, sonra Qacarlar. Kim olub onlar? Onlar mənə Türk tayfaları olublar. bəli. Birləşiblər. Onlar əsas niyə eləyiblər? Niyə bunlara Qızılbaşlar deyiblər? Onlar 12 imamın qızıl çalmasını başından sayırdı. Aysa, bunu kim pozdu gəldi? Kim pozdu? Hə. Onlara da keçmişəm. Əşşarlar. Əşşarın papağına baxdın? 4 dillidir. O nə deyirsən? Xəlifəliyi 4 dənə xəlifəliyi gətirdi qoydu. Hər bütün tayfalar olur. Bildim. Başa düşdün? Dövlət dili fars dili olubdu, yazı pozu yas dili olub, amma danışıq dili türk dili olubdu orada. Bütün o tayfaların hamısı türklər olublar. Azərbaycan ən gözəl dövrünü Əşşarların dövründə yaşayıb. 10 il, 11 il hakimiyyət başında olubdu, amma onun qədər o torpaqları genişləndirən olmuşdu.
Düzdür, dərs orada çoxdur, biraz genişdir, amma çox gözəl dərsdir. Mən tarixi bilməyən çox. Mənim işim çox deyil, mənim işim tək o deyil ki, mənim işim Müdürlük Akademiyasının dərsləri var indi. Bax görsən 8-cisən, sənə heç nə çatdıra bilmirəm. Mənim özümün dərslərim var, mənim özümün kitabım var, onun kitab buraxmışam, onun üstündə çox deyişdim, çatdıra bilmirəm. Çünki uşağı lazımdır 6-dan götürüm gətirim. Sən yaşdaşa hoca alınmır, sən alınmır. Sən hoca başqa heç nəyə girə bilmirsən. Amma sənə vacib lazımdır. Araşdırmaçılığın yoxdur, network'ü bilmirsən. Çünki yəni sən dərsin oxumağın qaydasını belə bilmirsən. Bəli. Dəqiqən qızılır. Bax oturub mənə söhbət edirsən, o dəqiqə sənin əleyhinə işləyir. Bəli. Otur dərs oxumaq. Kitabı oxuyursan, cümlə araşdırırsan. Kitab oxumağın dərsin qaydası var. Elə yanına dəftər qoy, cümlə onların izahı nə deyirsən elə. Mən o da qaydada işləyirəm. Başqa heç bir işləmirəm. Sən də elə işlə. Mən də səndən bərabər bir çox bilgilər öyrənəcəm. Amma mən bilmədiyim üçün qorxmuram ki. Bilirəm oxuyacağam. Medusda girirsənsə yuxu yoxdur. Qarda. Sən necə oxuyacaqsan? Kitabı qoyacaqsan qarşına. Cümlə və cümlə hamısını nəyi başa düşmürsən ChatGPT-yə sual ver. Nəyi başa düşmürsən ChatGPT-yə sual ver. Başa düşdünmü? Yoxsa mümkün. Bəli. Sonra özünə proqram qur. Məsəl üçün bax görürsən mən necə qurdum. Sənə sual verdim. Bəli. Neylədim? Girdim buraya. Bax görürsən bir dənə ardıcıl bir dərsə. Bu dərsə girdim. Bu dərsdə sənə görürsən şəklin özünün belə bir ardıcıllığı var. Öz başına heç nəyə qoymazlar. Burada görürsən atom danışdı, molekul danışdı. Molekuldan sonra gəldi birləşmədən danışdı. Görürsən hər şeyin bir ardıcıllığı var. Sonra gəldi burada bizə, yəni bunlar indi mən dərs keçəndə sənə buraya girməyəcəm. Sonra sənin dərsin bəlkə də girərəm, amma 7'in yoxdur. Bilmirəm indi bunu mu keçim 7'yə qayıdım, yoxsa 7'yi mi keçim bundan mı gedəsən? Kesin. Nətəri? Kimdir? Mamadır mı yanındakı, yoxsa özün mü danışırsan? Mamamdır, anam. Başa düşdün mü mən dediyim? Ona görə də bilirsən, həyatda bir dənə devizin olsun. Bilmədiklərindən qorxma, axtar, araş, öyrən. Bir də kitabda vardır. Bax, görsən mən sənə bir sözüm, mən dərs oxuyuram. Gördün, avtomatik mən buradan gəldim. Baxdım buraya, bax, görsən, avtomatik mən özüm üçün sxem qururam. 99% sudur, yerdə qalan falan var. Avtomatik yanımda bir dəftər var. Bax, bu mənim qarlama dəftərimdir. Görürsən, yazı yazanda, dərs oxuyanda, yanında bir dənə ruşq olsun. Bir dənə də dərs. Qeyd aparıram. Dedim, bax, bu kitab oradadır. Qardaş, burada nədir? Mənə nə dedi? Dedi ki, burada sudur, H2, bunu yaz. Karbondur, sonra hidrogendir, oksigendir, azot. Aha, mən də bunlar dedim. Mən artıq bunu burada yazanda burada göz yaddaşıdır. Dəftərlə işləyir. Başa düşdünüz, başını oxuyuq ya getmir. Dəftərlə işləyir. Sonra gəldi, dedi ki, hüceyrədə ən çox da skəlinə kimya birləşmələri aiddir. Canlı hüceyrənin əsas hissəsini təşkil edən su. Bax, birinci sudur. Gör, indi mən nə də verim. İndi buna fikir ver. Bax, öyrənmə qaydan belə olacaq. Bax, dədən hələ deyir ki, dədən, atan oradan zəng gelir. Deyir ki, sən dedi, gör, ucuz hesablı bilirsən. Gör, bax, sən mənim yerim olsan nətər eləyərsən? Bunun nətərdir belə dərs keçmir? Görürsən? Beyin yüzü çöndü, yoxdur. Hadi gör nə deyir. Deyir ki, bax, əlimə ruşq aldım. Əlimə də bir dənə atan alana deyərsən, bir dənə sənə daska alarlar. Daska ilə işləyəcəksən. Bu yekə daskadan alacaqlar, bütün gün daska ilə işləyəcəksən. O da mənə nə dedi? Dedi ki, birinci H2O. Nə dedi? Dedi ki, canlı əsas sistemi nədir? 99%. Düz deyil. İkinci nə dedi mənə? Nə dedi? Karbohidratlar və yağlar kimi karbohidratlar və yağlar kimi hidrogen və oksigenden ibarət karbon əsaslı bioloji molekullar. Sən bu şəklini necə çəkə bilərsən? Tez görüm ona bax. 9'a gir. Canlı hüceyrənin karbonatlar yağlar kimi hidrogen və oksigenden ibarət karbon əsaslı bioloji molekullar. Qulaq as. Sən bunu yadında necə saxlaya bilərsən? Qulaq as. Deyir ki, adı nə dedi? Ne oxu mənə? Karbohidratlar bir nədir? Yağlar kimi. Yağlar. İndi sən bu mənə nə dedi arxasında? Cümlədə nə dedi? Hidrogen və oksigenden ibarət karbon əsaslı bioloji molekullar. Az. Bax, çəkdim bunu. Deyir ki,
Hmm, hidrogen və karbondan ibarət hidrogen və oksigendən ibarət karbon əsaslı bioloji molekullar. Yəni deyir ki, burada həm hidrogen var, həm karbon var, amma bunun əsasını kim təşkil elədi? Karbon. Başa düşdü? Düz deyil. Yəni Nə deməkdir? Çox hissə. Bu karbon. Özgə nə var bunun içində? hidrogen və oksigen. Hidrogen, bir də oksigen. Başa düşdün? Bəli, müəllimə. Şəkili gördün mü? Bu şəkil sana nə dedi? De. Karbonun hüceyrənin əsasını karbon təşkil edir. Yağlar və hidrogen. Başa düşdün? Hidrogen və əsasını karbon təşkil edir. Sən bunu burada yazmaq üçün belə çəkməlisən. Çatdı mı? Bəli, müəllimə. O birisi nədir? O birisi karbon, hidrogen və oksigendən əlavə azot da daxil olmaqla tərkibində müxtəlif elementlər olan karbon əsaslı bioloji molekullar. Ay, Məsələn, nuklein turşuları. bunun ikinci adı nə oldu? Nüklein turşuları. Bir dənə zülaldır mı? Bəli, müəllimə, üzvlər və nuklein turşuları. Nüklein turşuları və zülal. Əsas nədir burada? Əsas karbon. Gəl əsas karbonda. Özgə içində nə var? Hidrogen, oksigendən əlavə azot da daxil olur. Hidrogen, oksigen, bir də azot. Başa düşdün mü? Bəli, müəllimə. Şəkil çatdı sənə bu şəkli görürsən? Bax, dərsi belirgən. Yadından çıxar bu sən belə. Xeyr, müəllimə. Dərs çox yorulmuşam. Sarıqdan sarıq. Biologiyanı ayrı öyrənərik. Bu qədər. Tamam canım. Sən fizika fikir ver, biologiyanı ayrı keçərik. Amma bir şərtlə yenə də deyirəm, biologiyanı keçsəmsə elə keçəcəm ki, sən məsələ bir onurğalı heyvansa, onurğalıyı sən bir gün öyrənib deyəcəksən. Onurğasızsa bir gün öyrənib deyəcəksən. Hamısını bax elə o vəziyyətdə gedəcək. Amma çalışmaqla asılıdır. Çalışmaqla. Çalışacağam müəllimə. İnşallah, inşallah. Tamam canım, görüşərik. Sabah saat 8-də görüşərik. Mən gələn həftə ərzində sənə biologiyanı da təyin edəcəm. 6 bazar günü bir gün salaram. Bir gün altı, bir gün bazar salaram. Bir də həftə içi bir gün biologiya, 3 gün biologiya salaram sənə. Biologiya neçə gündür həftədə? Bizdə 3 dəfə eləməm həftədə. Həftədə 3 dəfə. Onda belə eləyə bilərikmi? Bir dənə 7-yi, bir dənə də ki 8-i ya keçərik, ya 7-yi saxlayaram, ya 8-i rahat keçərəm. Sən hansını istəyirsən bir dənə, ya 7-yi keçərəm, ya 8-i. 8-i ona görə keçmək istəyirəm ki, düz deyil 8-in üstündə araşdırma aparacaq. də var da. Bu il heç olmasa yayda da məsəl üçün 7-ni oxuya bilərəm. Ha, 7 asandır. 7-yi oxuyarsan, həm ya tam təkrara girərsən. 7, 8, 9-a girərsən, tam. 9-a da girərsən. Mən 9-a getsən, gərək 9-u oturub əvvəlcədən oxuyasan. Məsələn, mən uşağı ilə hazırlayanda əvvəlcədən sentya, avqustdan hazırlayıram. Gözləmirəm ki, məktəbə gedəndə. Onda gecikir. İnşallah, qismət Allahdan. Baxarıq da hələlik. Yol nə göstərir, onunla da gedərik. Tamam, gecən xeyrə qalsın, sabah görüşərik. Sağ ol. Sağ ol canım.